Salam dəyərli izləyicilərim. Mən Rəisa Özəşansdan yenə sizinləyəm. Bu günləri mən Çanqan Unize avtomobilinin çəkişini edib sizə göstərmək istəyirəm. Deməli, bir yaxın qardaşımız yaxınlaşıb mənə və belə deyək, maşında xırda bir, yüngül bir toxunuş olub. Belə deyək də, maşını sığorta düzəldib və bunu sizinlə paylaşmaq istəyirəm. Dəfələrlə deyirəm, sığortadan maşını alanda, həmişə də demişəm də, deyəcəm də, maşını sığortadan alanda ya usta ilə, ya da bir tanıdığınız bir bilən bir adamla gedin maşını sığortadan baxıb təhvil alın. Adətən düzgün işləmirlər, yəni fəsadlar olur, müəyyən vaxtdan sonra üzə çıxır. Mən də bunları indi sizə göstərəcəm ki, vəziyyət deməli burada necədir, nətərdir, ətraflı olaraq bunu sizə göstərmək istəyirəm. Deməli, burada bu hissə kraskalanıb, bu hissəyə qədər lak atılıb. Bu hissəyə qədər lak atılıb və kraska buradan, çox güman ki, buradan aşağı düşüb. Çünki burada şpakulyovkanın izi var. Maşının bu hissəsinə polirovka etməyiblər. Çünki axıntı olub. Xırda orada bir-iki dənə yerdə belə axıntı var idi. Bir burada var idi, bir burada var idi və bu hissələrdə də dəhşətli dərəcədə axıntılar var idi. Mən onları götürmüşəm və belə deyək, perixod burada düz atılmayıb. İndi sizə göstərəcəm nəyə görə düz atılmayıb, səbəb nədir. Və burada da belə bir şeylər var. Bunu götürüb kraska ilə yalandan üstünü doldurmuşdular. Mən də şkurkalayanda avtomatik olaraq bura açıldı. Bura özdə qara kraska vurmuşlar. Bilmirəm nəyə görə vurmuşlar, səbəb nədir. İndi sizə bir dənə bir şey göstərəcəm dəyərli izləyicilər. Çox gülünc bir vəziyyətdir. Mən hələ indiyənə qədər belə şeyə rast gəlməmişəm. Görürsünüz bunu. Burada. Bu ustanın bilmirəm. Bunu ustanı hardan tapırlar? Bu usta məcburiyyət qarşısında gedir, işləyir, yoxsa mənim başım çıxmır da. Yəni bu, əgərsə sən perixodu, kraskanı bura qədər atırsansa, qardaş, lakı heç olmasa yuxarıya qədər qaldır da. Sən kraskanı hara qədər atmışsan, lakı da gətirib ora qədər vurmuşsan. Adama deyərlər ki, sən bu işi bacarmırsan, bilmirsən, burnumu nəyə soxursan bura. Adama bunu deyərlər da. Bayaqdan mən də oturmuşam, indi bir şkurkalayıram ki, perixodun yerlərini itirim. Görürəm şkurkalana. Bura açılır. Niyə açılır, səbəb nədir? Sonra baxıram, görürəm ki, burada. Bilmirəm, bilmirəm, temanı tuta bilirsiniz, yoxsa yox, dəyərli izləyicilər. Burada deməli, görürsünüzsə, bu hissədə. Bu hissə başı ümumiyyətlə perixod atılan yerlər həmişə şkurkalanır. Perixod atılan yerlər ki, yəni ki, belə deyək, əgərsə bura qədər kraska vuracaqsansa, sən onu bura qədər matovkalamalısan ki, hazırlamalısan ki, kraskanı yarıya qədər gətirdinsə, lakı gətirib matovka olunan yerin tam qutaracağına qədər, yəni bunu, lakını vura bilərsən ki, müəyyən vaxtdan sonra, lak kristallaşandan sonra, onu sən təzdən şkurkalayıb, padqon edib, təzdən bunu polirovka edə biləsən. Amma bu neyniyib? Bu götürüb lakı da, kraskanı da bura qədər vurub, lakı da bura qədər vurub. Gör nə qədər bu tupoy manqol bir adamdır ki, səsi görürsünüz. Buralar hamısı tozdur. Hamısı tozdur ya bu buralar. İndi sizə bir şey də göstərəcəm. Bir dənə bu stoykanı kraskalamağa görə nə qədər axıntı olub burada. Bir dənə axıntı ola bilər, indi kör nöqtəvə düşər, görməzsən. Əgərsə çətinlik yaranırsa, qardaş, belə bir fanardan istifadə elə ki, Allah şükür bu saat hansı dövrdür ki, qoy ki, hara işıq düşürsə, oraları kraskala, lakını vur, qutarsın, getsin. Bu belə getdi. Burada da neyniyib? Mən bəzi yerləri təmizləmişəm, amma görürəm ki, hələ yenə qalıb. Bu saat göstərəcəm sizə. Mən temanı tuta bildim, qoy bir dənə qoy buna. Mən da bilmirəm, nə deyim, nə deməyim. Deməli, burada, görürsünüz yoxsa yox, lak burada axıb. Yaxşı, bunu başa düşdük. Bir dənə axıntı var, bir dənə də burada axıntı var. Bu təzə maşındır da bu da. Bunu çalış ki, elə işləyəsən ki, qüsur olmasın. Burada bir çapıq qalıb, burada bir çapıq qalıb. Bunu da başa düşdük. Burada lakın
axıntısı qalıb burada. Yəni bilmirəm də bunlar necə işləyirlər, nə tər işləyirlər, necə işləyirlərsə fikir verirsiniz. Və axıntı qalıb. Gördünüz, indi bax rahat görünür. Bu hissəyə baxsınız, görəcəksiniz, belə axıntı belə gəlir, üz aşağı gedir. Niyə belə eləyirsən? Səbəb nədir? Mənə çox maraqlıdır. Kraskanı da düz seçməyiblər. Bilmirəm bunun podqonşiki kim olub, nətər olub, necə olub. Vurduğu kraska, maşın heç bir aydır kraskalanıb, başlayır atmağa. Niyə atır, səbəb nədir? Kraskanı da ki, buranı kraskalayıblar. Bilmirəm, belə gətirib, belə, sonra belə qaldırıb. Mənim başım çıxmır. Buranı kraskalayırsansa, burasan perixod atmalıydın. Heç olmasa lakını xəttə qədər gətir. Buradan da gətirginən, buradan itir də. Zalımın balası. Kraskanı hara qədər vurublarsa, lakı da ora qədər vurub. Gör necə bu axmaq adamdır. Mən belə üzr istəyirəm ifadəmə görə, mən məcburiyyət qarşısından bunu deyirəm ki, yəni ki, belə ustalar var. Yəni işin çəməlini bilmir. Heç olmasa bilmirsənsə, kimdənsə örgən. Kimdənsə soruşmaq ayıb deyil. Bilməyib iş görmək ayıbdır. Mən də yəni kimdənsə soruşuram. Mənim də ehtiyacım olur. Çətinliyim olanda kimdənsə soruşa bilirəm. Əlbəttə ki, dostlar var, məndən də yaxşı malyarlar var. Yəni tanıyıram da, bilirəm də. Yəni buradan da yəni malyar dostlarıma da səslənirəm və polirovka edən dostlarım da var ki, tanıdığım uşaqlar ki də var. Yəni onlar da yəni yaxşı polirovşikdirlər. Məndən də daha yeri gəlsə daha da yaxşıdırlar. Amma nə qədər də olmasa, belə deyək də, burada yəni mən bilmirəm nə deyim, nə deməyim. Axıntını görürsünüz. Gəlir, burada qutarır. Saat göstərəcəm sizə. Temanı tuta bilirsiniz, yoxsa yox. Burada başlayır. Gəlir, burada qutarır. Bilmirəm niyə belədir, səbəb nədir. Burada da gəlir. Buranı heç polirovka eləməyib. Heç olmasa bura bir perixod darmanı zadı var, Allah saxlamışsan. Bu dünyanın gözün kör qoyub, gəlib. Burada bu şpaklovkanın burada nə işi var, qardaş? Yaşıl şpaklovkanın burada nə işi var? Şpaklovkanı vurmuşsan, başa düşün. Quruntu da bura qədər gətirib. Şpaklovkanı da bura qədər gətirib. Quruntu da, lakı da, kraskanı da. Deyəcəksiniz, sağ olun, çox sağ olun, təşəkkür edirəm. Bu beləsinə bir vəziyyətdir. Mən indi fiksatoru da açacağım, knopkanı da açacağım ki, buraları tam təmizləyim. Çünki burada da axıntılar var. Görürsünüzsə, belə axıntılar var burada. Avtomobil sahibi də deyim ki, belə, nə bilim, hər şeyə muz qoyandı, yox, sadəcə olaraq belə deyək də, səliqəli, təmiz bir iş. Avtomobil sahibi özü də deyir ki, yəni zavoda işinə çatmaz, amma nə qədər də olmasa, yəni bunlara diqqət eləmək lazım idi da. Yəni belə dəyərli izləyicilər, yəni bu da sığorta şirkətinin düzəltdiyi maşın, belə deyək. Yəni ucuz işləyirlər, bilmirəm, baha işləyirlər, nə cür işləyirlər, necə eləyirlər. Amma bu basmanmədi işdir. Fakşda bu sığorta şirkətində düzəlib, da adını çəkməyəcəm, amma yəni ki, bəri başdan deyim, biləsiniz. Mən buranı şkurkalayanda, burada yəni skoçun izi qalmışdı. İstədim buranı yüngül bir 3000'lik vurum. Hələ masalka 3000'lik yox, kağız 3000'liklə ki, sırf bu hissəni götürüm. Yəni tinini götürməyim. Öyle bu hissəni götürən vaxtı başladı buralar açılmağa. Bilmirəm səbəb niyə. Çünki lak, kraska çox azdır. Belə deyək. Görürsünüz lakı. Belə qalxır yuxarı. Belə dəyərli izləyicilər, bunu paylaşmaqda səbəbi o idi ki, yəni bunu sizə çəkim göstərim ki, yəni beləsinə şeylər ola bilir. Yəni bunlara hamısına diqqət eləyin. Perixodların yeri elə qalıb burada, istədim şkurka, polirovka eləyim ki, podqon eləyim, eyni olsun. Amma gördüm ki, burada kraska çox bərbad bir vəziyyətdədir, görürsünüz. Belə bir şəkildədir. Çalışacağım nəsə bir şey eləyim, amma bunu axırda mən çəkib sizə göstərəcəm. Alındı, yoxsa alınmadı. Ətraflı olaraq bunu göstərəcəm mən sizə. Deməli belə, qapını söktüm məcburiyyət qarşısında. Çünki bura
aparat girmir. Qapı məsafə azdır deyə mən buranı polirovka eləyəməyəcəm. Burada gözümə bayaqları dəymirdi, amma indi dəydi ki, burada da axıntı var. Bu bir dənə yerdə axıntı olar da, bu 50 dənə yerdə niyə axıntı olsun ki, qardaş? Fikir verirsiniz, burada da axıntı var. Böyle axıntı gedir. Bir dənə burada var idi, bir burada var idi, bunu götürdüm, yaxşı ki. Burada da var idi, götürdüm. Burada da var idi, götürdüm. Bu tində də var idi, onu da götürmüşəm. Burada tində də var idi, onu da götürmüşəm. Bu qalıb, axıntı qalıb, bu axıntı belənçinə gəlir. Bayaqlar sizə göstərdim, görürsünüzsə. Belə gəlir. İndi buranı da təmizləyəcəm. Burada görürsünüz, matdaşır burada. Bu hissədə matdaşır. Yəni bunu şkurka polirovka eləyəcəm. Yəqin ki, indi lak kraska bura qədər gəlib, lak bura qədər gəlib. Yox, lak kraska da ikisi də bura qədər gəlsə, işimiz var da. Gəl indi otur indi bir-bir, başda onları təmizlə, şkurkala, təzdən kraskala yine. Şimdi buralar da ki, indi baxıram ki, burada da belə deyək, bu hissəyə qədərdir, belə matdır. Onun içi o da, yəni iş prosesi özü göstərəcək. İndi başlayıram indi hazırlamağa, işləməyə. Yəqin ki, mən buraları kraskalayacağım, indi bilmirəm. Çünki burada kraska da heç xoşuma gəlmir. Bura açıqdır, bura tündür. Belə müəmmalı bir dənə bir şeydir. İnşallah Allahın köməli ilə mən bunu işləyə-işləyə yenə də sizə çəkib göstərəcəm, dəyərli izləyicilərim, ki, siz də işləri görüb, belə deyək, yəni belənçinə işlərinə rastlaşmayasınız. Hal-hazırda dəyərli izləyicilərim, mən уже işimi qurtarmışam və bu hissələrdə hamısını yığmışam. Belə deyək, rezinlər, fiksatorlar, knopka və qapını da mən уже yerinə ustanovka elədim. Burada nə zirzibirlər var idisə, hamısı belə deyək təmizləndi, əla bir vəziyyətə gəldi. Və bu hissələrdə də bu axıntılar, zatlar ki var idi, nə qədər axıntılar ki var idi, bunların hamısı təmizləndi, belə deyək. Buranı da, dəyərli izləyicilər, mən sizə göstərmişdim, buranı mən doldurdum. Yəni, kraskalamadan doldurdum. Müəyyən şeylər var idi ki, belə deyək, biraz çətinliklər oldu, amma öhdəsindən gələ bildim. Yəni, axıntılar ki var idi, riskli məsələ idi ki, axıntıları ola bilər ki, lakı nazi vursunlar. Axıntını götürəndə adətən gedib kraskaya, yəni bazaya yəni çıxa bilirəm. Ona görə də belə deyək, bütün nə işlər var idi, risk altındaydı. Amma şükür Allaha ki, hər şey qaydasındadır. Mən polirovka etdim və bu hissədə də mən sizə göstərmişdim. Yarıya qədər belə perixod atmışlar. Buralar tozlu idi, mat idi. Yəni bunları da mən polirovka elədim, bu düzəldi. Əslində o birisi ustaların işi idi bu. Sadəcə olaraq belə deyək, bu işi mən gördüm. Yəni buna matovka olan yerlər, yəni mat olan yerləri, toz olan yerləri özləri də yəni polirovka edib, şkurka polirovka edib bunu belə deyək, təmizləyə bilərdilər ki, tam səliqəli çıxsın. Amma yox, yəni nə qədər də olmasa mən bunu düzəltdim və burada bu hissədəki kraska ki getmişdi, mən bu hissəni də belə deyək, kraskaladım və lakı da bu xəttə qədər gətirmişəm, splaşnoy bu xəttdən, bu hissədən bura qədər lakına splaşnoy vurdum və belə deyək, əla da alındı, yaxşı da alındı. Belə dəyərli izləyicilər, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın. Çünki yeni videolar gəldikcə siz də baxa biləsiniz və mənə dəstək ola biləsiniz. Təşəkkür edirəm, var olun məni izlədiyinizə görə.